yarım metrə biz qazdıq, bastırmışıq uşağı, indi də üstündə betonlamışıq. Bu nə şokla sual, mən nə deyir olsun. Qanun çərçivəsində bir məsuliyyətə cəlb oluna bilərsiniz buna görə. Tabletka atıram, yuxu dərmanı. Hər vaxtınız xeyir dəyərli izləyicilər. Son günlər, xüsusən də aprel ayının ilk həftəsi sosial medianı zəbt edən bir xəbərlə bağlı biz də bir araşdırma etmək üçün Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gəlmişik. Burada 9 uşaqdan ibarət olan ailədə baş verən faciə ilə bağlı müəmmalı məqamları və ən əsası insanların iddialarının əsasını tapmaq üçün ailə başçısı ilə Kamil bəylə söhbət eləyəcək. Odur ki, yaxın əyləşin, bizi izləməkdə davam edin. Gəldim. Kamil bəy yaxınlaşır. Cəfərovlar ailəsindəyik bu arada qeyd eləyim. Salam Kamil bəy, axşamınız xeyir. Olar gəlmək. Bəli, gördüyünüz kimi bu həyət evində yaşayır həmin ailə və evin içərisinə daxil olacaq, amma həyətdə olmuşkən və hava qaralmamış istərdim Kamil bəyə bir neçə sual verim. Kamil bəy, neçə ildir burada yaşayırsınız? Biz 2 ildir, 2 il və 2 aydır belə başda yaşayırıq. Burada tikinti gedir deyəsən, eləmi? Tikinti yox, Şambuca. Bizdə bu nasosunu Xəzri 2 masivində kanalizasiya olmadığına görə həyətdə şambul düzəltdirəm. Burada şambul düzəltdirəm ki, kanalizasiya ola yığılır, sonra çirkən maşın gəlir, götürür, aparır, gedir. Özünüz təmir eləmisiniz həyətinizi, evinizi yoxsa? Yox, usta eləyib. Mən özüm kuryer xidmətində işləyirəm. Bəli, həyətə girmişkən istərdim ki, Kamil bəyin məşhur sosial şəbəkələrdə gördüyümüz bax kuryer motosikletində sizə göstərək, həm də demək olar ki, çörək ağacı. Yəni bu böyük ailənin saxlanmasına maddi cəhətdən dəstək olan səliqəli görünür. Yaxın qardaşlardan alırlar. Allah köməyi olsun alanı. Burada Sami Pürrəngi var. Əxi, bu mənə alıb. Öz cibindən 3000 manatı özü alıb mənə. Allah kömək olsun. Çox ailələrə görə mənə hədiyyə bağışlayıb. Laf yaxşı, Allah bərəkət versin. Biz düşünürəm ki, keçək içəri və ən əsas vacib məqamları elə Kamil bəylə söhbətimiz əsnasında aydınlaşdıraq. Bura gördüyünüz kimi Kamil bəy və ailəsinin 9 uşaqdan ibarət olan ailəsinin yaşadığı evdir. Yəqin ki, bəzi media qurumlarının videolarında siz bu kadrları görmüsünüz. Bir daha istərdik ki, barometrin kameralarına da tuş gəlsin. Bu otaqda övladlarınız yatır, eləmi? 9 uşaq. Bəli. 8 dənə uşaqdır, biri də inşallah olacaq 9 uşaq atası. 8 dənə yalda 8 dənə, biri dünyasını dəyişib 7 dənədir. Mən o baxımdan TikToka yazmışım 9 uşaq atası. Bu uşaq dünyasını dəyişməmişəm. 9-u niyyəti idi. Anasının bətnində elə bir şey 2 aylıqdır. Biz az öncə anasını, Kamil bəyin yoldaşını görmüşük, amma xanım həmilədir, eləmi? 9-cu uşağı dünyaya gətirəcək. Gətirəcəkdir. Biri də dünyaya dəyişdi. Əgər o sağ olsaydı 9-cu uşaq dünyaya gətirəcəkdi. Aydındır. Yəni 9 uşaq əslində dünyaya gələcək uşaqla bərabər hesablanmışdı. Belə yatmaq, durmaq yerləri, ev istidir, xalça var, taxta var. Belə deyim ki, yaşayış üçün yararlı bir evdir. Və digər otaq bu tərəfdədir. İstərdim ki, burada qızlar yatır, eləmi? Neçə qız, neçə oğlan? 4 qız, indi 4 oğlan idi, biri dünyasını dəyişdi. Qızın 3 qız, 4 oğlan. Gülcənnət, eləmi? Dünyasını dəyişdi. 1 yaş yarımlıq Gülcənnət bax bu evdə dünyaya gözünü açıb. Çox güman ki, elə bu otaqda yatıb. 1 yaş yarımına qədər bu evdə ayaq açıb yerimək ərəfəsində başına belə bir hadisə gəlib. Bu hadisənin də təfərrüatlarını
təbii ki, atasının, valideynlərinin iştirakı ilə aydınlaşdırmağa çalışacağıq. Dəyərli izləyicilər, çox böyük iddialar, çox böyük əsaslı, əsassız fikirlər söylənilir ki, bugün tam fərqli bir formada biz Kamil bəylə bu iddialara və bu fikirlərə bir aydınlıq gətirəcəyik. Bizimlə qalın. Qaz boğulmasından, dəm qazı boğulmasından ölüm faktı tam şəkildə araşdırıldı mı, aşkarlandı mı? Çünki deyilənlərə görə burada tam başqa bir fikirlər də səslənirdi. Qonşular daha çox çaşqınlıq yaradacaq fikirlər sosial mediaya, ümumiyyətlə video çəkilişlərdə səsləndirmişdilər ki, uşaqlar müəyyən təzyiqə məruz qalıb filan. Ümumiyyətlə, Kamil bəy, sizin sosial mediada dediyiniz fikirlərin insanlar tərəfindən yaxşı qarşılanmamasının səbəbi sizcə nədir? Mən elə fikirləşirəm ki, məni yaxşı qarşılanmamağı əlimdə uşağı götürüb qəbirstanlığa gedəndə çəkiş eləməyimdir. Mən də o momentdə mən, məsələn, deyirlər ki, mən 5 ildə, 6 ildə mən TikTok açmışam. Mən o momentdə özümdə deyil, olmamışam. Mən demişəm ki, ekranı tıklayın. Bu söz qınaq abəkdə gəldi. Mən onda deyirdim ki, kimsə varsa gəlsin mənim yanımdan. Dostlar zəng elədi, maşın varsa məndən aparaq qəbirstana basdıraq. O momentdə heç kim olmadığına görə mən özüm yoldaşım arxada uşağı saxlayıb, mən də motosikletimlə getmişəm qəbirstanlığa. Orada da uşağı biz yarım metrə biz qazdıq, bastırmışıq uşağı, indi də üstündə betonlamışıq. İnsanlar qəbirstanlıqda sizin TikTok açmağınızdan daha çox bir, belə deyək də, kart nömrəsi paylaşmağınızı da qınadı. Yəni, bunu nə dərəcədə doğru hesab eləyirsiniz? Orada yazılar ki, kartınızı açıb, biz orada yazmışıq, videoda çaxtar görəsiniz. Dedim ki, bizə əsasən dua eləyin də. O momentdə mən özümdə deyildim. Valideynin yanında uşaq dünyaya gəlməyi insan özündə olmur. Mən orada dedim ki, direktdə kartda var. Hamı bilir ki, direktdə kartda var. Mən onu 1 ildə açmamışam, 5 ildə açmamışam. Mənim uşağım onda 4 dənə uşağım vardı. Mən o TikTok açanda mən onda. İndi uşaqlar maşallah var, indi dünyasını dəyişilib. Bu da mən. Və deyilənə görə sizin başqa dünyaya gəlməmiş tələf olan övladlarınız da olub. Bir övladınız da deyəsən dünyaya gəlib, doğulub, sonra 3 dənə olub. 8 ayında ananın bətində 10 gündə ölmüşdü. Dünyaya təzə gəlmə, qanaxmana gəliblərdi. Bir də təzə dünyaya gəlib ölüb də. Belə. Aydındır. Neçə yaşınız var Kamil bəy? Mənim 1987-ci ildə, martın 9-u. Martın 9-u. Rəsmi nigaha neçə yaşınızda daxil olmuşsunuz? Mən 2010-da evlənmişəm, 2012-də rəsmi nigaha daxil olmuşam. Neçə yaşınız var idi? 23-24. 23-24 yaşınız. Və aşağı-yuxarı 13 uşaq, növbəti 14-cü uşaq deyək də dünyaya gələcək, düzdürmü? Mənim indi hal-hazırda 7 dənə uşağım var. 8 dənə idi. Bu uşaq ana da bu gün sabah məsələn də sentyabrda dünyaya gətirəcəkdi, olacaqdı 9. Mən o 9 dənə. Uşağın hələ biri gəlməyib də. Dünyada biri getdi, indi 7 qalıb. 7 uşaq qalıbdı. 3 uşaq da dünyaya gəlməmiş tələf olub. Bəli. Bu yaxınlarda biri də dünyada işte. Baxın, siz çox mərhəmətli atasınız. Baxıram uşaqlarınızla videolarınıza TikTokda vətənpərvər videolar paylaşmısınız. Hətta səhv eləmirəmsə vətən müharibəsi iştirakçısı olmusunuzmu, yoxsa? Yox, mən sevmişəm. Mənə məsələn əsgərliyə aparmır. Aydındır, səhv məlumatdır onda. Uşaq çox olduğunu elə deyirlər ki, atana aparmırıq. Mənim bir gözümdə biraz əsəblərim yerimdə olmadığını, biraz əsəb olduğunu mənə. Bir məsələyə aydınlıq gətirək. Xanımınızın neçə yaşı var? O da məndən 1987-də oktyabrın 3-üdür. O da xalaoğlu, xala qızıyıq biz ikimiz. Xalaoğlu, xala qızısınız. Rəsmi nikahınız var. Müəyyən qədər sizin uşaqlarınızın bax bu maddi, sosial durumu, bax bu cürə heç vaxt ağlınıza gətirməyəcək şəkildə dünyasının dəyişməsi, bu sizi incitmirmi? Yəni bu məsələlərə bu qədər bəsit yanaşmaq nə qədər doğrudur?
Bunu məsələn mən basıranda cəmaət deyir ki, bəs niyə ata ağlamır? Mən onun videolarına baxıram, gecələr ağlayıram. Mən özümü toparlayıram. Niyə onu? Mən də o həmənki qəlbdən. Anası da əməlli başda ağlayır. Mənə də ağladı, pis olur o. Sadəcə özümüzü toparlayır ki, güya belə özümüzü təsəlli verir. Demək, səbirli ol. İnşallah ki, Allah verən alır. Səbirli ol. Hər şey yaxşı olacaq. Demək, elə bir ki, uşağımız dünyaya dəyişməyir. Mən özüm şəkər xəstəliyəm də, mənim lap təzyiqim də güclüdür. Özümü lap pis hiss edirəm. Özümü toparlayıram. Güc balan olsa toparlayıram. Ata, ana ayrıdır. Ana üzdə ağlayır, ata içində ağlayır. Aydındır. Amma Allah verəndə verir də, alır da fikrini də təbii ki, başa düşdük, amma yəni bu məsələdə bu uşaqlara bir stop deməyin zamanı çatmayıbmı sizcə? Düşünmürsünüzmü ki, artıq bəsdir? Yəni, həqiqətən bu sizin özünüz üçün yükdür, yaxşı mənada yükdür, Allahın payıdır. Amma bu uşaqları dolandırmaq var, dövlət təbii ki, sizə müavinət verir. Bu müavinət 14 yaşından 1 yaşına və yeni doğulacaq uşaqların yeməyinə, dərmanına, müəyyən xərclərinə çatmır. Yəni, bundan sonra neçə uşaq dünyaya gətirmək fikriniz var? Bundan sonra elə siz demiş ki, stop. Eləmi? Elə stop. Belə mən gözə gəlim, həqqi də mən gözə gəlim. Mən TikTokda da uşaqları qoydum, dedim 052-dir bu. Həqqi də uşaqlarla işləmək çox ağırdır. Səslənən iddialardan birisi də odur ki, dəfn mərasimində canlını açan xanım sizin, belə deyək də, nigahdan ikinci yoldaşın rəsmi nigaha daxil olmamış. Xeyr. İkinci yoldaşınız deyə necə adlandırırsınız? Hansı formada yaşayırsınız? Xanımınız bu yaxınlarda bir müsahibə verdi ki, çox normal baxıram bu məsələyə. Və ikinci yoldaşınız mı hamilədir, yoxsa Gülcənnətin anası mı hamilədir? Bu ikisi də hamilədir. İkisi də hamilədir. Bəli. Sizin bu dəyərli izləyicilər, həqiqətən biraz belə çaşqınlıq yaranır məndə. Qanun çərçivəsində bu məsələlərə bir aydınlıq tapa bilirsinizmi özünüz? Bu nə şokla soruyorsun, mən nə deyir olsa. Necə aydınlıq? Mən istəyərəm ki, mən özüm istəyərəm ki, mən il boyu istəmişəm ki, dünya yox, Sumqayıtda birinci yerə çıxım. Çox ailəli uşağı görə. Qoymuram da aclıq olaraq. Mənim xalacığımıza baxarsa, sizin buradan daşıyıb gətirib qoy uşaqlarımız, hətta məktəblərində yaxşı oxuduram. Baxsaz da 5-ini alan var, 4-ünü də alan var, 3-ünü alan yoxdur. Təhsilini də yaxşı oxuram. Maşallah. Kəmil bəy, sizdən öncə dövlət öz vətəndaşına, öz uşağına dəstək olmaqda hər zaman hazırdır və bizim qanunvericiliyimizdə zaten bu var ki, dövlətin tabiçiliyində olan uşaqlar mütləq şəkildə çox uşaqlı ailəsi xüsusən müavinət almalıdır. Məsələ ondan gedir ki, siz onların qarnını doyurda bilərsiniz. Əlbəttə, gözəl, mərhəmətli bir ata da ola bilərsiniz. Amma bu uşaqların tali yüklü məsələləri var. Siz nigahdan kənar uşaq dünyaya gətirirsiniz. Yəni, ikinci həyat yoldaşım deyirsiniz, amma burada bir qanun pozuntusu var. Siz rəsmi nigaha daxil olmamısınız. Siz birinci həyat yoldaşınızın haqqına, hüququna girirsiniz, hüququnu pozursunuz. Yəni, bu tənzimləmələri mən nəzərdə tuturam ki, siz ehtiyat eləmirsinizmi ki, bir qanun çərçivəsində bir məsuliyyətə cəlb oluna bilərsiniz buna görə? Mən onu bilirəm ki, mən özümdə deyirmişəm, valideynimlər mənim atamın 3 arvadı olub. İkinci mənim anam olub, üçüncü də var, birinci də başqada. Bizdə ümumi 8 dənə uşaq olub da, üçüncü, ikinci, birinci. İndi uşaqlar, məsələn, yoldaşıma da işləyə-işləyə əziyyət çəkəcək, çöldə də bir ev tikirəm olan ki, bunların evləri ayrı olsun. Hələlik öz anasının evində qalır. İndi gələn kimi Allah qoysa çöldə bir də ev tikirəm. İndi əziyyətlə qazanır, kuryerdə nə qazancı olur ki, həm bunların qarnı. Mənim uşaqlarım da oxuyurlar. 11 saylı hökumətin məktəbində oxuyurlar. Elə bir ki, 1-dən 5-ci günə kimi qalırlar, 6 baza gəlib gətirirəm onları. Aha, yatılıb məktəbdə, axşamlar qalırlar orada. 11 saylı internat, Nardaranda yerləşir.
Bizim əldə etdiyimiz məlumatlardan birisi də odur ki, hal-hazırda 3 uşaq orta ağır vəziyyətdədir və bir məsələ var idi ki, iddia olunurdu ki, siz uşaqları vaxtından tez təxliyə etmisiniz xəstəxanadan, yəni tez çıxarmısınız uşaqları. Bu nə dərəcədə doğrudur? Burada həkimlər mi o şərti qoydu sizin qarşınıza ki, uşaqları dərhal götürüb aparmalısınız? Yoxsa ağır vəziyyətdə olan uşaqları siz mi götürdünüz? Biz ayın biri gətirdik xəstəxanaya yerləşdik, qazan zəhərləmə. Yaxınlaşdıq, qoydu. İkisi uşaqları götürür, maşallah 4-ü normal yaxşı idi. O ikisi reanimasiyada olanda dedim ki, necədir uşaqlar? İndi mən 3-cü sinifə kimi oxumuşam. Mən savadsız ola bilərəm. Mənim orada kimi bilə bilmərəm da, dünya görüşüm ola bilmər. Mən həkimə dedim, necədir? Deyir ki, yaxşılaşacaq. Dedim, götürəndə bu mənə icazə verməli deyildi. Nə olsun valideynlə? Burada bu məsuliyyə, mən 3-cü sinifə kimi, mənim orada kimi dünya çata bilməz. Mən dedim, götür, deyir, hə. Dedim, neyiniyərəm? Deyir, limonlu su qatıb, belə, bu əgər apasınızsa uşaq, bu mənə verməlidir. Sizin mən olmayın. Mən siz yaxşı müəllim olsun, kimsə olsun, onu uşağı verməlidir. Özü də reanimasiya mən bilmirəm. Mənim indi güz bana təkrarlayım reanimasiya. Ağır xəstənin yerləşdiyi yerdir. Bilmirəm. Mənə deyir ki, hə qol çəkdim. Mən qol çəkmirəm. Reanimasiyada neçə uşaq yatırdı? Reanimasiyada 2 dənə uşaq yatırdı. 6 nəfərdən, 6 uşaqdan ikisi reanimasiyadaydı, 4-ü stasionarda. Bəli, palatada. Mən dedim, deyir, hə, yaxşı, götürdüm mən. Görürsən mən götürürəm, deyən ki, ay qardaş, bu belə getsə dünyasını dəyişir. Sən hara aparırsan, sən uçuruma aparırsan. Mənim üçün soyuq yanaşdılar bunlar. Mənim ki, hələ evdə şəraitlə müalicə edirəm. Mən bilmirəm bu qaz nədir, dəm nədir, başıma gəlməyib. İnsanın başına gələndə bir şey var. Onları görüblər. Məni buraxmalıdır. Nə olsun mənim uşaqlarımdır? İcazə verməlidir. İndi necə gəlib reanimasiya gəlib yaxınlaşır? Necə deyirik? İcazə vermirlər. Yaxınlaşma, uşağı buraxma palatı. Bunu da eləmək, soyuq yanaşdılar. Sumqayıt 1 nömrəli uşaq poliklinikasında yerləşdirilib eləmi uşaq? Uşaq xəstəxanası var. Bəli, uşaq xəstəxanasında. Aydındır. Bizim aldığımız digər məlumatda belə bir iddia da səslənir ki, uşaqların bir neçəsi üzərində şiddət izləri görünüb. Çapıq, əzik, döyülmə faktı kimi bir iddialar ortaya qoyulur. Yəni bunların nə dərəcədə həqiqətə hamamda olublar, bir-birlərinin üstünə əziliblər. Mən onu prokuratura gəldi, baxdı, polis də gəldi. Onlardan çox bilə bilmərik də mənə. Onlar bu işin içindədirlər. Uşaqları bir-bir dinləndilər, danışdılar. Uşaqlar indi danışsın, uşaqlar biraz bir şey kimidir də. Hələ indi 2 saat, 3 saatlıq xəstəxana çıxır. Hələ mənə deyirlər ki, get havada gəzir. Uşaqlar gəzir havada, biraz açılsınlar. Bir müddət, bir ay belə olacaq uşaqlar. Belə şiddətli. Evdəki uşaqlardan hansısa həmin hadisədə iştirak edir? Bəli, ikisi də buradadır. Biz hamama baxa bilərikmi? Həmin hadisə olan yerə gedək, bir baxış keçirdək. Aha, uşaqların dəm qazından boğulduğu yer buradır. Kifayət qədər böyükdür ərazisi, amma burada 6 uşaq qazı da bulomlayıblardı. Hökumət tərəfindən gəlib bulomlayıblardı qazı. Burada çimirdilər, bax burada. Oğlanlar burada çimlə, qızlar gəlirdilər. Avtomatik məsələn uşaqlar açmaq istəyirlər qapını, o qədər heysiz olublar. Özlərindən danışsız, özləri kifayət kimi danışır. Mən bir gün görmüşəm, ayın 7-si uşaqları yerləşmişəm, bir gün görmüşəm uşaqları. İndiyə kimi görməmişəm. Biz uşaqların üzünün görməmək şərti ilə uşaqlara da bir neçə sual vermək istəyəcəyik. Təşəkkür eləyirik bu qədər açıq şəkildə bizə. Amma nəzərinizə çatdırım ki, havalandırmanın olduğu bir yerdə açmışıq binalara. Eləmi? Bağlıydı o. Bəli, bağlıydı. Bu bağlıydı. Ona ki, bu hamam isti su olanda, ora istəmə olanda naxıda soyur, uşaqlar bağlayıblar. Stol qoyurlar, bağlayırlar uşaqlar. Afət xanım da buradadır, Kəmil bəyin həyat yoldaşı və uşaqların bir neçəsi rayondadır. 2 uşaq orta ağır vəziyyətdə, reanimasiyada hal-hazırda canları ilə əlləşir. 2 balamız da buradadır, hansı ki, hadisə zamanı onlar da iştirak edibdir. Təbii ki, balalarımızdan bir neçə suallara cavab almaq istəyirdik. Özünüzü təqdim edin. Adın nədir? Cəbrayıl Cəbrayıl. Yusif
Yusif, maşallah. 14 yaşın var, eləmi Cəbrail? 14 olsun. 14 yaşın, Yusif, Cəbrail sənin? 11. 11. Necə hiss edirsən özünü Cəbrail? Yaxşı. Nə baş verdi? Bizə danışa bilərsənmi? Ümumiyyətlə həmin gün hamamda kimlər var idi? Sən kimdən idin və özünü hansı vəziyyətdə böyüksən də digər bacıların, qardaşların səndən balacadır? Bu barədə bizə biraz məlumat versən, yaxşı olar. Buyur. Necə olsa cavab danış. Bir qumda oynadı. Bəkdən danışaq. Qumda oynadı. Aha. Sonra gəli evə. Aha. Evdə sonra kağıt açdı. Su qoşub çibdi. Yusif də səndən idi. Yusif qardaşın. Hə. Sonra hansı qardaş bacıların var idi? Həmizə olmuşdu. Aha. Avşa olmuşdu. Cüzəni olmuşdu. Gülcənnət olmuşdu. Cəm Məhəmməd olmuşdu. Aha. Necə oldu? Siz hamınız o hamamda necə bir yerdə çimirdiniz ki? Yəni bu mümkündürmü? Həmişəmi elə çimirsiniz? Ümumiyyətlə yoxsa birinci dəfə idimi belə bir yerdə çimdiniz siz? Birinci vəsədi. Birinci dəfə. Siz ora çimmək üçün girmişdiniz, yoxsa əlinizi, ayağınızı yumaq üçün? Əlini ayaqsız baxdı. Bəs necə oldu ki, uzun müddət orada qaldınız və ürək bulanması oldu? Kim qapını açdı, kim qapını döydü? Üyə bulaması oldu. Sən də? Yusif və Aha. bir Ayşə, bir də Həbsə oldu. Üyə bulamışdı. Gülcənnət bəs çox körpədir. O sizlə bir yerdə hamama niyə girmişdi ki? O çıxatım giyə. Necə? Demə belə çıxatım yenə giyə. Çıxardırdın, yenə gəlir, girirdi. Yusif, sən nə deyə bilirsən? Sən necə xatırlayırsan? Danış bizə o gündən. Yanımda çıxmışdı. Yadından çıxıb? Hə. Necə olsa Yusuf danış. Yalva nə düşürsə danış. Bacının, Gülcənnətin və digər bacılarının vəziyyəti pis olanda, özünü pis hiss eləyəndə siz böyük qardaş olaraq nə etdiniz? Deyib bir dəfə biz girmişdik əyətdə oynamışıq qumda, sonra cəri ayaqdan suyuma, isti suyu atmışdı ayaqdan suyuma. Sonra ürəyimiz bulanmışdı. Aha. Balalarımız bu hadisədən sonra mı kəkələyirlər, yoxsa əvvəlcədən belə bir problemləri olub? Necə deyim? Aha. Bunlar normal danışırlar. Həkim deyir ki, bir ay kimi bunları Gəlin bir dənə üzr istəyirəm, mikrofon məndədir. Aha, uşaqların kəkələmə problemi indimi üzə çıxıbdı, yoxsa əvvəlcədən var idi? Yox, əvvəldən yox idi, indilərdə olub. Bu əvvəldən deyildi. Bu qazdan sonra oldu. Bunlar normal danışırlar. Sadəcə gözəllərimsə qorxub kimirlər o belə. Həkim deyir ki, bunu bir ay kimi küçədə gəlsin ki, hava alsın ki, biraz qaraciyərləri zaten təmizlənsin. Hə, ağciyərlər. Həm tam beyinləri açılmıyor. Yağlı yemək verməyin, belə şeyləri anasına tövsiyə eləyib. Başa düşdüm. Siz xanım, sizə bir neçə sualımız olacaq. Təbii ki, sizə bu qədər uşaq niyə həyata, dünyaya gətirirsiniz? Filan belə suallar verilir. Bizim qanunvericiliyimizdə çox uşaq dünyaya gətirmək qadağandır deyə bir şey yazılmayıbdır. Amma bütün hallarda siz bir tibbi müayinələrdən keçirsiniz hamilə zamanı, düzdürmü? Bir övladın, bir uşağın dünyaya gəldiyindən sonra bir il heç olmasa ananın orqanizmi bərpa olmalıdır ki, sağlam uşaq dünyaya gətirsin. Siz 15-16 illik evlilik dönəmində 3 uşağınız dünyaya gəlməmiş tələf olub, bir uşağınız dünyasını dəyişib, hal-hazırda da 7 uşağınız belə, yəni 12 dəfə ana olmusunuz. Sizin yəni bu
bundan sonra yenə də hamilə qalıb uşaq gətirmək gücünü hardan tapırsınız? Qardaşımız deyir ki, soyuducumuz maşallah doludur ki, dövlətimiz bu uşaqlara dəstək olur. Amma yəni burada bir Kamil bəyə o sualı verdim. Sizin özünüzün bir stopunuz nə zaman olacaq? Yəni artıq bəsdir, yetər. Bu qədər uşağı cəmiyyətə yetişdirək bəsdir. Mənə zulm olmaz, amma ki bunları da Allah verib. Mənə zulm olmayacaq. Heç varlı qızılla fəxr eləyər, kasıb da uşağına fəxr edə. Biz uşaq olanda biz fəxr edirik ki, bizim böyle elə rahat sinəmizə dönür də. Bizim deyir varlı qızılını çəkdirir, kasıb uşağını sayır da. Biz xoşumuz gəlir, biz uşaq. Aydındır. Sizin təbii ki, xoşunuza gələ bilər, amma bu uşaqların bir sosial təminatı var, bu uşaqların cəmiyyətdə özlərini tapması var, bu uşaqların vətəndaş kimi böyüməsi var, təhsil alması var, sağlam olması var. Sizin belə deyək də gələcəyiniz üçün bu uşaqlar yatırım ola bilər. Amma bu uşaqların bu tərəfdən hansısa bir çatışmazlıqları varsa, məncə sizin də bir düşünməyiniz lazımdır. Bu uşaqların bir neçəsinin hədiyyə olunması iddiası da var. Bu nə sözləri idi, bu nə fikirləri idi? Baxın, bu fikirlər ciddi ittihamlardır və burada bir candan söhbət gedir. Xanım, yəni hədiyyə kimə vermisiniz? Hətta müsahibələrin birində yoldaşınız əsaslandırıbdır. Yaxın dostların ailəsində uşaq olmadığı üçün onlara bir neçə uşağımıza hədiyyə vermişik. Bu nə qədər doğru bir fikirdir və hansı uşaqlar hədiyyə olunub? Yəni evladımızı heç birini verməmişik hədiyyə. Evladlar ki, əşya deyil ki, verək onları. Bəs yoldaşınız deyib baxı bu fikri. Mən onu da mənim jurnalist burdaydım. Da dedim hədiyyə vermişəm. Da əl çəkin. Burdan qovurdun, oradan çıxdı. Oradan buradayam mən bu jurnalist. Amma siz bilirsinizmi bu nə dərəcədə yəni ağır bir fikirdir? Yəni sizin uşaqlarınızın gələcəkdə böyüyəndə onların psixoloji vəziyyətinə təsir eləyəcək bir şeydir. Yəni əsası olmayan fikirləri deyək ki, sizi tənqid edən insanlar deyir, amma sizin özünüzün dilindən bu fikirlərin çıxması nə qədər doğrudur? Bilirəm, düzgün bir şey deməmişəm. Sadəcə adam çarəsiz qalanda da belə olur. Mənim prokuratura da araşdıra bilər, polis araşdıra bilər, zəng eləyirlər, soruşurlar, bu mediadan gəlib soruşurlar. Neçə oladır? Mən 2010-da evlənmişik, 2012-də bu olub, sonra 2013-də olan olub, ölən olub, sonra 2015-də olub. Elə bir şey aralarında il yarım, bir fərqlər olub uşaqlar. Dünyasını dəyişən də olub, dilən də olub belə. Qonşuların iddiasına görə sizin dilinizdən lori dildə desək, mənim dəlli kağızım deyə bir fikir çıxıb. Yəni həqiqətən də hansısa bir özünüzdə bir psixoloji gərginlik, psixoloji bir problemlər hiss eləyirsinizmi ki, bu dolayısıyla uşaqların həyatına da təsir eləyə bilər, sizin özünüzün də sosial durumunuza təsir eləyə bilər. Siz motosiklet idarə eləyirsiniz. Yəni elə bir sağlamlıq probleminiz varsa, siz onu belə idarə etməməlisiniz, siz hansısa bir müəssisədə çalışmamalısınız. Yəni bu fikirlərə bir aydınlıq gətirək. O da sizin dilinizdən çıxıbdır. Mən istəyirəm ki, bugün sizin özünüz haqqınızda fikirlərinizə daha çox aydınlıq gətirəsiniz. Deyək ki, insanlar aşağı yuxarı bu fikirləri deyəcək. Amma sizin özünüzə qoyduğunuz iddialar var ki, mənim dəlli kağızım var. Qonşuların dediyinə görə. Qonşular nə dəlli kağızımdır, nə də bir şey görürlər. Sadəcə mən əsəblərimə hakim olmadığına mənə kağız vermişlər. Hardan veriblər o kağızı? Vaxtı vermişlər ki, əsəblərimə hakim olmalıdır, göyə yatmalıyam xəstəxanada ki, mən napravlina deyirlər də, almalıyam. O düşmədim danca, nəm cırıldı, batıldı, napravlina. Özlərimə, o da əsəbdən oldu. Məsələn, ondan qabaq uşağım 8 ayında anasının bəstində olanda ondan travma almışam, uşaqlığımdan travma almışam, həyat gedişindən travma almışam. O travmalara, məsələn, indi də tabletka atam ki, sakitləşmə, əsəb sakitləşmə. Məsələn, mən yata bilməm, tabletka atıram, yuxu dərmanı, sakitləşirəm, belə.
Amma az öncə dediniz ki, varlının qızılı, kasıbın balası. Əgər bu həyat tərzi sizə bu qədər problem yaradırsa, bəs bu uşaqlara da mı haqsızlıqmı deyil, sizə də mi haqsızlıq deyil? Xanım, sizin həyat yoldaşınızın az öncə dəhlizdə bir fikirlər söylədi ki, bunu artıq bir neçə dəfə mediada işıqlandırmısınız. Siz nigahdan kənar bir xanımla bir evdə hətta yaşayırsınız və o da hamilədir, siz də hamiləsiz. Yaşamır. Amma müsahibələrin birində deyəsən burada Çəkmişdik ki, bura gəlmişik qonaqlar, məsələn, qonaqlar gəlirlər, qonşu gəlir, biz burada yoxuyduk. Məsələn, bunlara çay verirdi, halva verirdi, bu baxımdan gəlmişdi. O da hansısa saat deyək də, gəldi qonaqlara verdi, yeməyini verdi, halvasını verdi, getdi. neçə yaşı var xanımınızın, digər xanım? 23 yaşı var. Ailəsi filan razılıq veribmi sizlə qeyri-rəsmi nigaha daxil olmağa? Qeyri-rəsmi o anası icazə verməyibdi. Anası verməyib. Hansı formada bir yerdə yaşayırsınız? Harda bir yerdə yaşayırsınız? Harda o uşağı belə deyək də əmələ gətirdiniz? Biz kirayədə qaldıq. Əlavə xanım özü də kurye işləyir. Kurye sayğısında. Özü matsketi var, özü kurye işləyir xanımda. Eləmi? Bəli. Aydındır. Neçə aylıq hamilədir? 5 aylıq. 5 aylıq. Bəli. Siz məsələyə necə yanaşırsınız, necə baxırsınız, fikriniz nədir? Çox aşkar demişsiniz ki, həyat yoldaşının hərəkətlərinə, həyat tərzinə hörmətlə yanaşıram. Əvvələ bezirdi, əvvələ burada idi, gündə dava Yəni onu öz həyatını özünə buraxmışam. Yəni mən uşaqlarımla başlayıram. Onun həyatına qarışmıram. Bu da mənim. Xanım, gözünüzün altındakı qaraltılar bilmək olar nədir? Həmişəmi var, yoxsa? Yox, həmişə deyəndə ki, uşaqlara şoka düşüb yıxılmışam yerdə. Daşı da görə bilərsiniz pilləkəndə. Onda qonşu da şahiddir buna. Onda olub. Burnum əzilib, yayılıb üzümə. Xanım, baxın, Kamil bəy burada deyil. Biz bir media qurumu yox. Bizim bilmək istədiyimiz bəzi məqamlar var. Bu nə? Təbii ki, hüquqi cəhətdən bu fikirlər mənim söyləməyim bəlkə də düzgün deyil. Amma Kamil bəyin qeyri-adekvat hərəkətləri, müəyyən bax kağız psixoloji dispanserdən bu adama kağız veriblər və bu o kağızı önəmsəməyib, itib, batıb, cırılıb və bunun qarşılığında onun hansısa bir dərmanlarla yatması, durması sizin Kamil bəylə birgə qanuni nigahda olduğunuz müddətdə bir şiddət, bir hansısa uşaqlara qarşı bir təzyiq, söhbət fiziki şiddətdən getmir, döyülməkdən getmir. Yəni psixoloji, mənəvi şiddətə məruz qalırsınızmı? Yəni bu məsələlərdə biz sizə dəstək olmaq istəyirik. Biz sizin təbii ki, dövlətimiz, dövlət qurumlarımız bu məsələlərlə bağlı artıq müəyyən işlərə keçiblər. Ailə Uşaq Komitəsi, Sosial Araşdırmalar Mərkəzi, Sumqayıt İcra Hakimiyyəti və digər dövlət qurumları. Amma sizin özünüzün dilindən, bax, burada yoxmuşkən, qorxmadan, cəsarətlə siz bir qadınsınız. Siz 14 il müddətində aşağı-yuxarı 13 uşaq dünyaya gətirən bir xanımsınız. Yəni bunun qarşılığında sizin gizlətdiyiniz, qorxduğunuz, çəkindiyiniz, deməyə ehtiyat elədiyiniz bir fikirlər varmı? Yəni nə barədə? Yəni necə ola bilər ki, Kamil bəy bu qədər yəni uşağın doğulmasında siz indi əqidənizdən, geyiminizdən məlumdur ki, siz ibadət eləyirsiniz, hicabdasınız. Təbii ki, uşaqların tələf olmasını günah hesab eləyirsiniz. Amma bu tərəfdən də xəstəlikdən öləcəksə, bu uşaq acından öləcəksə, bu uşaq o da günahdır. Yəni bu mənada uşaqlara hansısa bir şiddət, uşaqlara hansısa bir, sizə hansısa bir şiddət uygulanırmı bu evdə? Yox, orada gəlib ədnəm əsəbləşirdi. Onu buraxdım da, yəni boş buraxdım. Sırf uşaqlarla məşğulamda, bu qədər söhbətə girməyə ehtiyac yox. İkinci xanımı necə qəbul elədiniz? Yəni deyək ki, bu dini baxımdan uyğundur, siğə olunur ən halda. Amma bu qanunsuz bir şeydir, prosesdir. Uşaq belə qanunsuz dünyaya gələcək. Yəni bu məsələlərdə sizin fikriniz bir oxumusunuzmu, bir savadını almısınızmı bu məsələləri? Biləm, o səhv eləyib,
Amma ki, həyat onundur. O özü belə istədi, belə də oldu. Yəni həyat Həyatı ilə bağlı. Həyat yoldaşı olmaqda davam etmək istəyirsiniz və bəlkə də bundan sonra hələ yenə də hamilə qalma ehtimalınız var ki, həyat yoldaşısınız. O halda belə uşaqlarınızı saxlayın. Mən kimsəyə görə boşanmayacağam. Ya da ailəmdə söz söhbəti yaratmayacağam. Bəs o xanım 20 neçə yaşında dedi? 23 yaşı var. 23 yaşında bir xanım. O həyatı dərk eləmir ki, bu ailədə nəsə söz söhbət var, o dərk eləmir də. Yəni, onu öz vicdanına, öz ixtiyarına buraxıram. Və hətta canlı yayımda sizin tələf olan övladınız üçün ekranı tıklayın, bu karta pul göndərin ifadələrini o xanım deyib, eləmi? Həmin xanım deyib də siz deyildiniz o. Yox, mən deyildim. Mən aparanda olmamışam. Xanım, demək ki, müəyyən mənada sizin hüquqlarınız burada istismar olunur. Sizin hüquqlarınız pozulur. Sizə qarşı mənəvi şiddət. Mən özüm istəmirəm. İstəmirəm. Uşaqlar, atanız çox sevirsinizmi? Hə? Hə. Neynir atanızla, sizlə necə vaxt keçirdir? Parka aparırmı? Hansısa bir kafeyə, restorana və yaxud da hansısa bir əyləncəyə, parka gedirsinizmi? Hə. Hara getmisiniz? Ən sonuncu dəfə harda olmusunuz? Parkda. Hansı parkda balam? Nə bilim. Getdiyin yeri. Sən harda olmusan? Sən getmisənmi? Yox. Aparıb səni atan? Bilmiyorum. Demədim. Yalan deyir dedin. Biz sən parka apara bilərik istədiyin vaxt. Apınma. Aparmırmı? Yəni sonuncu dəfə parka nə vaxt getmisən? Dincəlmək, əylənmək. Bax palçıqda oynayıb, girib 6 dənə bacı qardaşınla bir yerdə hamamda əlinizi yumusunuz. Amma bundan başqa bir nəsə bir atanızla, ananızla bir yerdə harasa əylənməyə, dincəlməyə getmisinizmi? Bu sizin haqqınızdır. Dövlət sizə bunun üçün pul verir. Valideynlərinə bunun üçün pul verir. Ya deməmişəm. Getməmisiniz? Oyuncaqların varmı? Oyuncaqların, rəngli kağızların, karandaşların, kitabların varmı? Yox. Cəbrail. Bunun yox o da. Səndə varmı? Göstərə bilərsən bizə çantanı, məktəb əşyalarını? Yoxdur. Yoxdur. Çantanız yoxdur. Bə məktəbə getmirsiniz? Dedi. Aha. Sulkan icahdadır. Hə, siz gecə orada qalırsınız məktəbdə. Neçə uşaq qalır yatılı məktəbdə? 4-ü. 4-ü. Aha. Biz onda mətbəxə bir baxa bilərikmi? Mümkündürmü? Mətbəxdə ümumiyyətlə uşaqlara nə hazırlayırsınız? Bayaq yoldaşınız Ola bilər qarışıqdır nəsə. Amma belə təmiz olur. Siz özünüz işləyirsinizmi xanım? Yox, evdə. Evdə xanımsınız. Dövlət uşaqlarınız üçün hökumətdən nə qədər pul alırsınız? Hamısı bir də 1200 manat. 1200 manat. İdarə edə bilirsiniz bu pulla körpə uşağı da, özünüzü də, uşaqları da. Yəni biraz idarə eləyə bilirik. Tam olmasa da Aydındır. Bir də çox maraqlı bir dəyərli izləyicilər bir iddia səslənmişdi. TikTok sosial platformasında Kamil qardaşımız canlı yayımda olanda bir uşağın hal-hazırda yəni doğulmuş, sağlam, sizin yanınızda olan uşaqların birinin də başqa bir xanımla dünyaya gəldiyi, elə bir həqiqətə uyğundurmu bu fikir? nə mənim uşaqlarımla kimsə baxır, yoxsa? Yox. Bu uşaqlarının birisinin, hansısa birisinin başqa bir xanımla dünyaya gəlib, Kamil bəy onu gətirib siz böyütmüsünüz. İddia olunur. Varmı belə bir əsası, varmı bu fikir? Sualı ona verin də, mənə yox.
Yox, siz dünyaya gətirmədiyiniz uşağı tanımırsınız evdə. Yəni uşaqların hamısını sizmi dünyaya gətirmisiniz? Bəli. Yəni sənədləri, hər bir şeyi qaydası. Hər şeyləri, metrikaları, hər şeyləri var. Amma o birisi xanım neçə aylıq hamilədir? 5 aylıq siz? O mən 2 aylıq. 2 aylıq. Yeni uşağı qalmısınız. Belə mən düşünürəm ki, müəyyən mənada biz ailə ilə bağlı deyilən iddialar, əsassız fikirlərə elə ailə başçıları ilə birlikdə, balalarımızla birlikdə bu suallara cavab tapmağa çalışdıq. Təşəkkür eləyirik sizə xanım, bizə bu məsələlərdə dəstək olduğunuz üçün. Bütün hallarda dəyərli izləyicilərimiz, biz vanna otağını sizə göstərdik, yataq otağını uşaqların. Mən istərdim ki, bir mətbəxə də baxaq. Ümumiyyətlə, uşaqların hal-hazırda axşam yeməyi vaxtıdır. Hazırdırmı yeməkləri uşaqların? Necə Manisədən gəlmişəm, həmçinin nəsə pişirəcəm birazdan. Hansı yeməyi çox xoşlayırsınız? Daha çox. Ananız hansı yeməyi pişirəndə sevinirsiniz, iştahla yeyirsiniz? Aş. Sən bəs, Cəbrail? Bilmirəm. İndi ananız yemək hazırlayıbdır, yəqin ki hazırlayacaq. Yeyərsiniz, yaxşı mı? Bilmirəm. Niyə gülürsən sən? Qısınmışdım ha. Belə, dəyərli izləyicilər, keçək mətbəxə və bir neçə sualımızı da orada ünvanlayaq. Biz Afət xanımla birlikdə bir mətbəxə də baxmaq istəyirik. Buyurun, keçin. Mətbəx ərazisi genişdir. Demək olar ki, böyük bir ailənin burada rahat yemək yeməsi üçün, əyləşməsi üçün imkan var. Amma biraz dağınıqlıq var gördüyümüz kimi. Afət xanım, yoldaşınız iddia elədi ki, uşaqlara hər şey alırıq, hər şeyləri var, bütün belə deyək də ac qalmırlar. Yəni necə çatdırırsınız? Bir oturuma nə qədər ət bişirirsiniz? Nə qədər yemək? Gündəlik 2 dəfə, 3 dəfə yemək asıram. Hələ burada da yeyirlər. Soyuducuya bir baxa bilərikmi? Bizə həqiqətən uşaqların ərzaq təminatı baxımından maraqlıdır. Bəli, soyuducuda yumurta var, hazır bişmiş yemək var burada. Şorbaya oxşuyur, mərci şorbasıdır, səhv etmirəmsə. Bəli, ət var, dediyi kimi. Bəli, bu hissəyə də baxaq. Maşallah, Kamil bəyin dediyi kimi, həqiqətən də ətləri boldur, keçirilmiş tikə, hamısını, bəli, hamısını bu formada hazırlayıb, Afət xanım hazırlayıb qoyub. Nə çoxdur bu belə? Özünüz hazırlamısınız, maşallah. Allah bol eləsin. Lap yaxşı. Belə, Afət xanım, 2 ildir burada yaşayırsınız, düzdürmü? Yeni tikilmiş ev idi, yoxsa elə bu formada almısınız bu evi? Yox, bura tezərəm ki, amma başqa cür belə hazır almışıq evi. Amma remota gələndə özümüz quraşdırmışıq hər şeyi də, boyunu, üstülə kraskasını, belə. Maşallah, qız uşaqlarınız da var, özünüz də xanımsınız, biraz dağınıq kimi görünür. Manisədə olum, mən bütün öydə olmuram, yəni o üçün uşaqları da böyün getmişəm. Hamısı axşam təmiz olacaq, paroşurlanacaq, yuyulacaq. Çünki körpə uşaqların olduğu evdir, mütləq şəkildə burada antisanitariya qaydalarına əməl olunmalıdır. Çünki uşaqlar biraz belə mühitdə hər hansı bir
gigiyenik qaydalara əməl olunmadığı halda belə müəyyən xəstəliklərlə üz-üzə qala bilmə ehtimalı var. Belədir, yəni evdə tapılmıram. Aha. Bir gündən evdəyəm. İnşallah yaxşı olacaq. Ailədən sağlam körpələr səsi, sədası gəlsin və digər balalarımız da cəmiyyətimizə, dövlətimizə layiqli bir vətəndaş kimi böyüsünlər. Bu qədər. İstəsən, oynayırsan.